Ötən ilin sonlarında Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Arxivi informasiya azadlığı haqqında qanuna müvafiq olaraq 2001-2008-ci illərdə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatları prezidenti George Bush arasında keçirilmiş görüşlərin və telefon danışıqlarının stenoqramları üzərindən məxfilik qrifini götürüb və onları ictimaiyyətin ixtiyarına verib. Bu sənədlər həmin dövrdə Amerika Birləşmiş Ştatları Rusiya münasibətlərinin durumunu və beynəlxalq gündəmin əsas mövzularına iki ölkə liderlərinin yanaşmasını əks etdirməklə yanaşı, İran ətrafında vəziyyətlə bağlı tərəflərin fikirlərini də ehtiva edir. Həmin sənədlər Rusiya prezidentinin İrana və İslam Respublikası rəhbərliyinə baxışının bir sıra yeni məqamlarını ortaya qoyur. Bu baxımdan 3 sənəd xüsusi maraq doğurur. Bunlardan birincisi, Amerika Birləşmiş Ştatları və Rusiya prezidentlərinin 2001-ci il iyunun 16-sında Sloveniyada keçirilmiş qapalı görüşünün stenoqramıdır. 1 saat 40 dəqiqə davam etmiş həmin görüşdə o vaxtlar George Bush'un Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutan Condoleezza Rice və Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Uşaylov da iştirak edib. Xatırladaq ki, həmin il İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqların artmağa başladığı dövr idi. Söhbət zamanı George Bush da İranla bağlı bu narahatlığı dilə gətirib və İrana qarşı indiyədək etdiklərindən daha artığını etmək imkanı olmadığını bildirib. Putin isə bunun cavabında birbaşa deyib, şübhə yoxdur ki, onlar, yəni İranlılar, nüvə silahına yiyələnmək istəyirlər. Rusiya prezidenti daha sonra əlavə edib, bizim mütəxəssislərlə görüşlərdə İran ekspertləri həssas mövzular barədə çoxlu suallar verirlər. Mən bizimkilərə tapşırmışam ki, onlara belə şeylər barədə məlumat verməsinlər. Qeyd edək ki, bu görüşdən bir neçə ay əvvəl 2001-ci ilin martında İranın o zamanki prezidenti Məhəmməd Xatəmi Moskvaya rəsmi səfər etmişdi. Həmin səfər zamanı iki ölkə arasında hərbi texniki əməkdaşlığa dair məsələlər müzakirə edilmiş və bəzi razılaşmalar əldə olunmuşdu. Ağ Ev öz növbəsində bu əməkdaşlıqdan xüsusi narahat olduğunu açıq şəkildə bəyan etmişdi. Söz gedən sənəddən aydın olur ki, Bushla görüşdə Putin qarşı tərəfi sakitləşdirməyə çalışıb, eyni zamanda özünə məxsus əks hücuma da keçərək deyib, mən İrana raket texnologiyasının verilməsini qadağan etmişəm, amma elələri var ki, bu ölkə ilə həmin sahədə əməkdaşlıq edib pul qazanmağa çalışırlar. Həm də mən eşitmişəm ki, siz İranla münasibətləri normallaşdırmağa hazırlaşırsınız. Bu sözlərin ardından Bushla Putin arasında belə bir dialoq alınıb. Bush, bu doğru deyil. Konqres hazırda bunu tamamilə mümkünsüz edib. Putin, lakin Bud McFarlane Amerika Birləşmiş Ştatları hökuməti adından İran parlamentinin sədri ilə əlaqədədir. Bush, bu doğru deyil. Bu yerdə Condoleezza Rice söhbətə qoşulub deyir. Bu barədə şayələr yayılıb, amma onlar doğru deyil. Xatırladaq ki, həmin dövrdə İran parlamentinin sədri Mehdi Kərrubi idi. McFarlane isə vaxtilə Ronald Reaganın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri və qalmaqallı İrangate olayının əsas qəhrəmanlarından biri olub. O da qeyd olunmalıdır ki, Sloveniyadakı görüşdə Amerika Birləşmiş Ştatları prezidenti İranla bağlı narahatlığını dilə gətirərkən, Vladimir Putin də Pakistanla bağlı narahatlığı ifadə edib və Pakistan rəhbərliyini əlində nüvə silahı olan xunta adlandırıb. George Bush həmin fikrə münasibət bildirməsə də, Putin bunu deməklə yəqin ki, nüvə texnologiyası sayəsində Pakistanın İranla əməkdaşlıq etməsinə eyham vurub. Çünki bu məsələ onun tərəfindən sonraki söhbətlərdə də qaldırılıb. İkinci sənəd 2005-ci ilə aiddir və həmin ilin sentyabrında Ağ Evdə Amerika Birləşmiş Ştatları və Rusiya prezidentlərinin geniş tərkibdə görüşünün stenoqramıdır. Görüşdə artıq dövlət katibi vəzifəsinə yüksəlmiş Condoleezza Rice, Müdafiə naziri Donald Rumsfeld və digər Amerika rəsmiləri, Rusiya tərəfdən isə Xarici İşlər naziri Sergey Lavrov, Putinin köməkçisi Sergey Prixatko və başqaları iştirak edib. Yarım saatlıq görüşdə İran mövzusuna əvvəlki söhbətdən daha geniş yer ayrılıb. Bu da artıq həmin dövrdə İranın nüvə proqramının daha ciddi narahatlıq doğurduğunun göstəricisi sayıla bilər. Məlum olub ki, görüşdən öncə iki ölkənin Xarici İşlər nazirləri bu məsələni öz aralarında müzakirə ediblər və Condoleezza Rice bu barədə məlumat verərək deyib. Biz razılaşdıq ki, heç birimiz İranın nüvə silahı əldə etməsini istəmirik. Ona görə də bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Ən mühümü elə etməliyik ki, İran uranın təkrar emalı və zənginləşdirilməsi imkanından məhrum olsun. Çünki bu təhlükəlidir və hərbi proqrama çevrilə bilər. Beləliklə, Amerika Birləşmiş Ştatları administrasiyası həmin vaxt İrana qarşı sərt və təxirə salınmaz tədbirlər görülməsini təklif edib. Vladimir Putin isə bunu məqsədə uyğun saymayaraq deyib, əgər biz dərhal İranın üzərinə getsək, bu İranı Şimali Koreya yoluna itələyər. Əgər onlar doğrudan da nüvə silahına nail olmaq istəyirlərsə, onda biz İranda nə baş verdiyi üzərində nəzarət itirəcəyik. O zaman biz nəsə etməli olacağıq. Nə? Müharibə? Bunu kim edəcək? Hədəflər nə olacaq? Bu sözlərdən sonra Putin dərhal əlavə edib. Amma mən George-la razıyam. Əgər burada deyildiyi kimi İran beynəlxalq hüququ pozursa, onda bizim məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq haqqımız var. Daha sonra o, söhbəti Pakistanın üzərinə gətirərək əlavə edib. Pakistanla əməkdaşlıq hələ də qalır.
Bush bu dəfə məsələyə münasibət bildirməli olub və bildirib. Mən bu barədə Pərviz Müşərrəflə danışdım. İrana və Şimali Koreyaya ötürmələrlə bağlı narahatlığımızı çatdırdım. Onlar xanı ev dustaqlığına məhkum ediblər. Burada söhbət Pakistanın nüvə proqramının banisi və rəhbəri sayılan məşhur fizik Əbdülqadir xandan gedir. O, 2004-cü ilin fevralında televiziya ilə çıxış edərək nüvə materiallarını və avadanlıqlarını başqa ölkələrə, o cümlədən İrana satdığını etiraf etmişdi. Məxfiliyi götürülən 3-cü sənəd 2008-ci ilin aprelində Putinin Soçidəki iqamətgahında baş tutmuş görüşün stenoqramıdır. Kondoliza Rice, Sergey Lavrov və bəzi digər rəsmilər də həmin görüşdə iştirak edib. Görüş zamanı Rice, biz İranla bağlı məsələni həll etməliyik deyib. Putin isə orada hər şey nəzarət altındadır deyə vurğulayıb. Görüşdə Bushehr Atom Elektrik Stansiyası, Ərakdakı ağır su reaktoru, İrana lazım olan nüvə yanacağının Rusiyadan təmin olunması və nəhayət İrana S-300 zenit raket komplekslərinin satılması kimi məsələlər müzakirə olunub. S-300 raketləri ilə bağlı suala Putin belə cavab verib. Biz bununla bağlı 4 il əvvəl İranlılarla müqavilə bağlamışıq, amma yerinə yetirməmişik. Bush deyib, biz bunu təqdir edirik. Onlar dəlidir. Putin də təsdiqləyərək, onlar doğrudan da dəlidir cavabını verib. Haqqında danışılan sənədlər Rusiyanın İran siyasətinin mahiyyətini, eyni zamanda Tehranın Moskvaya baxışının yanlışlığını anlamaq baxımından çox önəmlidir. Aydın olur ki, Rusiya İrana Tehranın düşündüyündən fərqli olaraq strateji müttəfiq qismində yox, idarə olunan tərəfdaş kimi baxıb və baxmaqdadır. Bu sənədlər İranın keçmiş Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin bir neçə il öncə yayılmış qalmaqallı səs yazısında dediyi fikirləri təsdiqləyir və bir daha göstərir ki, İran məsələsi Rusiyanın əlində Qərblə sövdələşmələrdə sadəcə bir oyun kartı olub. Təsadüfi deyil ki, Rusiya bu yaxınlarda İrana qarşı tətik mexanizmi əsasında bərpa olunmuş beynəlxalq sanksiyalar haqqında BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinə səs verib və Tehranın gözləntilərinə rəğmən özünün veto hüququndan istifadə etməyib. Sənədlər Rusiyanın İrana ucuz və faydalı partnyor kimi baxdığını ortaya qoyur. Başqa sözlə, Rusiya İrana münasibətdə biraz əməkdaşlıq, biraz təzyiq və nəzarət rıçaqlarını daim öz əlində saxlamaq taktikasından istifadə edib. Bu, təkcə nüvə proqramı ilə bağlı Qərblə qarşıdurmada deyil, Suriyada, Ukraynada və 12 günlük müharibədə də belə olub və dəyişməz siyasət olaraq qalıb.